1. Modul x funksiyası nəyə deyilir? Y bərabər modul x şəklində təyin olunan funksiyaya modul x funksiyası deyilir. Bu, modul x funksiyalarının içərisində ən sadəsi düşərlər. Əmsalı nə olan? Əmsalı 1 olan. Fikir versiniz, burada heç nə yoxdur. Sual 2-yə baxaq. Biraz maraqlı olan formaları bunlardır. Sual 2. Y bərabərdir A vurulsun modul x funksiyasının qrafiki necədir? Uşaqlar, yenə parabolada olduğu kimi, burada A-nın işarəsindən asılı olaraq qollar bəzən yuxarı olacaq, bəzən də aşağı olacaq. Hansı halda qollar yuxarıdır? Əgər A-mız nədirsə, müsbətdirsə, qolları yuxarı olan V hərfi. Əgər A mənfidirsə, qolları aşağı olan V hərfi. İndi A böyük 0 olanda bu V hərfinin yerləşmə rübləri haralardır? Birinci, ikinci. A sıfırdan kiçik olanda yerləşmə rübləri üçüncü və dördüncü. Aydındır? Yəni, bunu mən niyə soruşdum? Niyə dedim, xüsusi vurğuladım? Tutaq ki, belə bir dənə sual verim. Yazıb ki, 3m çıxılsın, tutaq ki, 12, vurulsun modul x. Sual belədir. M parametrin hansı qiymətində funksiyanın qrafiki üçüncü və dördüncü rüblərdə yerləşir? Onda uşaq bilməlidir ki, əmsalı, bu modulun əmsalı mənfi olmalıdır ki, bunun qrafiki neynəsin? Üçüncü və dördüncü rübdə yerləşir. Kiçikdir 0 ilə başda bərabərliyi həll eləməli. Çatır nə demək istədimsə? Tamam. Davam eləyək, görək başqa nələrimiz var. Burada bir dənə qeyd var. Çox önəmli qeyddir. Deməli, Y bərabərdir A vurulsun. Modulda x çıx m üstəgəl n funksiyasının qrafiki Y bərabərdir A vurulsun modul x funksiyasının qrafikinin absis oxu boyunca n vahid sağa və yaxud sola, n vahid yuxarı və yaxud aşağı sürüşdürməsindən alınan qrafikdir. İstəyirəm misal üzərində göstərim, belə daha rahat olacaq. Tutaq ki, 2 vurulsun, x çıxaq 3, üstə gəlinsin 5. Mən bunun qrafikini qurmaq istəyirəm. İlk öncə bunun təpə nöqtəsinin koordinatlarını tapmalıyam. Bunun üçün nə iş görməliyəm? Buranı 0 eləməliyəm, x nəyə bərabər oldu? 3-ə. Y nəyə bərabər olar bu halda? 5-ə. Demək uşaqlar, modulda x funksiyasının qrafikini, yəni normal bu V hərfini 3 vahid sağa yoxsa sola, müsbət 3-dür deyə 3 vahid nə edəcəksiniz? Sağa çəkəcəksiniz. Daha sonra y bərabər 5-dir deyə 5 vahiddə bunu nə etməlisiniz? Yuxarı qaldırmalısınız. Son halı belə bir şey olacaq. 3-dən və 5-dən təpə nöqtəsi 3-də və 5-də olmaq şərti ilə qolları yuxarı. Aydın oldu? Tutaq ki, burada üstəgəl olsaydı, onda mənfi 3 olardı, 3 vahid sola. Bura çıxılsın 5 olsaydı, 5 vahiddə aşağı. Aydın oldu mu? Davam edirik. Sual 3. A modul x funksiyasının xassələri necədir? Birinci, təyin oblastı mənfi sonsuzdan müsbət sonsuzluğadır. Həqiqətən də x-in qorxacağı nəsə varmı? X heç nədən qorxmur. Yəni, x-ə müsbət qiymətdə, mənfi qiymətdə nə istəsəm verə bilərəm. Qiymətlər çoxluğu A böyük 0 olduqda 0-dan müsbət sonsuzluğa, A 0-dan kiçik olduqda mənfi sonsuzdan 0-a. Bunu nədə rahat görmək olar uşaqlar? Qrafikindən. A böyük 0 olduqda, birdən baxaq qrafikinə. A 0-dan böyük olanda qrafik hansı rüblərdə yerləşir dedik? Birinci, ikinci rüblərdə yerləşir. Birinci, ikinci rüblərdə də y-lər necə qiymətlər alır? Yalnız müsbət. A 0-dan kiçik olduqda harada yerləşir? Üçüncü, dördüncü rübdə. Y-lər yalnız mənfi qiymətlər alır. Sonra görək növbəti nə var? Dövrü funksiya deyil. Dövrü funksiyalar adətən hansı funksiyalar idi? Trigonometri funksiyalar. Məsələn, sinus 30 nəyə bərabərdir? 2-də 1. Üstünə 360 gəl. 390 yenə 2-də 1. Üstünə bir də 360 gəl. Dövrü funksiyalar bu tipli funksiyalara deyilir. Amma modul x funksiyasında belə bir şey yoxdur. Aydın olur danışdığım. Sonra cüt funksiyadır. Həqiqətən də cüt funksiyaların qrafikləri, indi bu gün də keçəcəyik onu ayrıca. Cüt funksiyaların qrafikləri y oxuna nəzərən simmetrikdir.
modul x funksiyasının qrafiki də simmetrikdir mi aşağılar y oxuna nəzərən? Görə bilirsiniz də. Və yaxud belə də təyin olunur. X-in yerinə məsəl üçün 2 qoy. Y nəyə bərabər olacaq? 2-yə. X-in yerinə -2 qoy. Yenə y bərabərdir 2-yə. Yəni mənfi qoysan belə yenə müsbət qiymət alırsansa, demək ki, bu necə funksiyadır? Cüt funksiyadır. Bax, buradan da görünür də. 2 verəndə də qiyməti 2-dir. -2 verəndə də qiyməti 2-dirsə, demək ki, bu cüt funksiyadır. Problemimiz olacaq. Tamam. Davam eləyək. Deyir ki, y bərabərdir a modul x funksiyasında a sıfırdan böyük olduqda mənim sonsuzdan 0 aralığında azalan, sıfırdan müsbət sonsuzluğa aralığında artandır. A mənfi olduqda isə bunun tərsinə. Mənim sonsuzdan 0-a artan olur, sıfırdan müsbət sonsuzluğa azalan olur. Bunu istəmirəm ki, əzbərləyəsiniz. Gəlin belə bir dənə qayda yadımızda saxlayaq. Fikir verin. Bu şəkil üçün a müsbətdir yoxsa mənfidir? Müsbət. Çünki qolları yuxarıdır. Mənfi sonsuzluqdan 0-a qədər gələndə, bax, qrafikin bu hissəsində azalma müşahidə edirsiniz, yoxsa artma? Azalma. Demək ki, a 0-dan böyük olanda, yəni qolları yuxarı olanda, mənim sonsuzdan 0-a qədər qrafik azalır. 0-dan müsbət sonsuzluğa isə artır. Əgər a mənfi olsaydı, yəni qolları aşağı olsaydı. Bu halda mənim sonsuzdan 0-a qədər, bax, bu hissədə qrafik artır. 0-dan müsbət sonsuzluğa isə qrafik azalır. Tamam, gəl. İndi sizcə bunu əzbərləyək, yoxsa başa düşək? Əyləş yormay bala, əyləş. Əzbərləyək, yoxsa başa düşək? Hansı daha qarantilidir? Təbii ki, başa düşmək. Əzbərləmək bir yerə qədər bizi apara bilər. Sonuncusuna baxaq. Y bərabərdir a modul x funksiyasında a 0-dan böyük olduqda funksiyanın ən kiçik qiyməti 0-dır. A 0-dan kiçik olduqda funksiyanın ən böyük qiyməti 0-dır. Gəlin bunun da açıqlamasını verin. Yenə qrafik quracağım. A 0-dan böyük olanda qrafik necə idi ki? Qolları yuxarı olan V hərfi. İndi sizcə bu qrafikin ən kiçik qiyməti var, yoxsa ən böyük qiyməti var? Ən kiçik qiyməti. Və hardadır? 0-da. Tutaq ki, başqa bir testdə modulda x üstəgəlsin 5 yazır. Bu halda bunun ən kiçik qiyməti nə olar? 5. Elə bil ki, bu qrafiki 5% nə eləmişik? Yuxarı qaldırmışıq. 5-dən üzü yuxarı qalxır belə. Onda deyəcək ki, ən kiçik qiyməti 5-ə bərabərdir. A mənfi olduqda isə qollar aşağı olur. Qollar aşağı olduğuna görə 0 bu dəfə bunun nəyidir? Ən böyük qiymətidir. Çatdı? Bəs yaxşı, y bərabərdir. Mənfi modulda x üstəgəlsin 5. Bu halda 5 bunun nəyi olacaq? Yenə ən böyük qiyməti. Çünki mənfi modulda x üstəgəlsin 5. Bax, bu qrafiki 5% elə bir ki, nə eləmişik? Yuxarı sürüşdürmüşük. Çatır? Bəs yaxşı, sizə bir dənə də sual verin uşaqlar. Bax, bu funksiyanın qrafiki hansı rüblərdən keçir? Bütün rüblərdən. Qrafiklərə bir dənə fikir verin uşaqlar, bu. Birinci rübdə də hissəsi var. İkinci rübdə də var. 3-də də var. 4-də də var. Şimdi çatıra bildimmi? Belə testlərdən ehtiyatlı olun. Davam edirik. Sual 4. Kök x funksiyası nəyə deyilir? Y bərabər kökdə x şəklində yazılan funksiyalara nə deyəcək? Kök x funksiyası. Sual 5. A kökdə x funksiyasının qrafiki necədir? Yenə uşaqlar, A-nın işarəsindən asılı olaraq qrafikin vəziyyəti dəyişir. Əgər A 0-dan böyükdürsə, yalnız birinci rübdə yerləşən və artan, A 0-dan kiçik olduqda 4-cü rübdə yerləşən və azalan qrafikdir. Yadda qalarmı? Qeyd hissəsinə baxaq. Qeyd hissəsində A kök altında x çıx m üstəgəl n funksiyasının qrafiki. Deməli, yenə bax bu hissəni 0 eləyəcəksiniz.
n müsbət ədəd olacaqsa, deyəcəyik ki, n vahid sağa, mənfi ədəd olacaqsa, n vahid sola, n üstəgəl n-dirsə, n vahid yuxarı, çıxılsın n-dirsə, n vahid aşağı. Bir də nümunə deyək, qarantili olsun. Y bərabərdir kök altında, x topla 2, çıxılsın 3. Aha, neyniyək? Yenə qaydamız necə idi? Bayaqdan danışırıq. Buranı sıfıra çevirən ədəd axtarıram. Nədir? Mənfi 2. Demək ki, normal kökdə x funksiyası, bu deyək, bax, bu funksiya, 2 vahid hara sürüşməlidir? Sola. Yəni, mənfi 2-dən keçəcək. Sonra, buranı sıfır eləyəndə y nəyə bərabər qalır? Mənfi 3-ə. 3 vahiddə neyniyib? Aşağı düşür. Qrafikin başlanğıc yeri bu da bax buradandır. Aydın olur mu? Və bundan sonra da bax bu formada olacaq qrafik. Çatdı? Tamam. İndi gəlin görək bunun necə xassələri var. A kökdə x funksiyasının xassələri necədir? Təyin oblastı sizcə nə olar? Təyin oblastı nəyin ala biləcək qiymətləri idi? X-in. Aha. Kökün altında deyə mənfi olmayan bütün ədədlər. 0, müsbət sonsuzluq. Qiymətlər çoxluğu nə olar? Y-in ala biləcəyi. A sıfırdan böyük olanda yuxarıya doğru artır deyə olacaq sıfırdan müsbət sonsuzluğa. A sıfırdan kiçik olduqda isə mənim sonsuzluqdan sıfıra. Dövrü funksiyadırmı? Xeyr. Nə tək, nə cüt funksiyadır. Bax, bayaqlar danışdım. Nə tək, nə cütlükdə simmetriklik axtarırdıq da. Cüt olması üçün y oxuna nəzərən simmetrik olmalıdır. Tək olması üçün koordinat başlanğıcına. Bunun qrafikində bunların heç biri yoxdur. Fikir verin, simmetriklikdən söhbət gedə bilərmi bu qrafikdə? Demək ki, bu nə tək, nə cüt funksiyadır. Digər tərəfdən, nə tək, nə cütlüyü belə yoxlayırdıq. X-ə məsəl üçün 2 verdik, bayaqlar. X-ə 2 verdim, y nə olacaq onda? Kökdə 2. X-ə mənfi 2 verəndə bunu heç vermək olmur. Çatır nə demək istəyirəmsə? Həqiqətən də nə tək, nə cüt funksiyadır. Sonra artanlıq, azalanlıqdan danışaq. A sıfırdan böyük olanda, bax bu şəkil üçün A sıfırdan böyükdür. Sıfırdan müsbət sonsuzluğa, X-in sıfırdan müsbət sonsuzluğa qiymətlərində qrafik özünü necə aparır? Artır. A sıfırdan kiçik olsaydı, bax bu halda nə deyəcəyik? Azalır. Yadda qalar? Məncə çətin deyil. Sonra nəhayət sonuncu. Ən kiçik, ən böyük qiymətinə baxaq. A sıfırdan böyük olduqda, sizcə bunun A sıfırdan böyük olanda bunu nəzərinə gətirməlisən. Ən kiçik qiyməti var, yoxsa ən böyük qiyməti? Ən kiçik qiyməti və nəyə bərabərdir? Sıfıra. A sıfırdan kiçik olduqda bu qrafikə baxacaqsan, bu halda sıfır bunun nəyidir? Ən böyük qiymətidir. Sonra keçək sual 7-yə. Yazıb ki, y bərabərdir kök altında kx üstəgəl b funksiyasının təyin oblastı və qiymətlər çoxluğu necə tapılır? Uşaqlar, kök altı funksiyanın təyin oblastını necə tapırdıq? Kökün altını böyük bərabər 0 eləməklə. Burada da kx üstəgəl b-ni böyük bərabər 0 eləyib, o bərabərliyi həll eləsəz təyin oblastını almış olacaqsınız. Bəs yaxşı, qiymətlər çoxluğu sıfırdan müsbət sonsuzluğa. Qiymətlər çoxluğu sıfırdan müsbət sonsuzluğa. Baxın, kx üstəgəl b-ni normalda kx üstəgəl b-nin özünün qiymətlər çoxluğu nə idi? Xətti funksiyanın qiymətlər çoxluğu. Mənim sonsuzdan müsbət sonsuzluğa. İndi mən bunu kökə salmışamsa, bunun mənfi hissəsini atacağım. Dərk edirsiniz danışdığımı? Mənfi hissəsini atıram, qalır sıfırdan müsbət sonsuzluğa. Sonra sual 8-ə baxın. Sual 8-də görün nə var? Yazıb ki, y bərabərdir kök altında ax kvadrat üstəgəl bx üstəgəl c funksiyasının təyin oblastı və qiymətlər çoxluğu necə tapılır? Uşaqlar, təyin oblastını tapanda yenə sualsız şəkildə kökün altını böyük bərabər 0 eləməliyik. Aydın olurmu?
Amma qiymətlər çoxluğu biraz fərqlidir. Qiymətlər çoxluğunu gəlin müqayisəli şəkildə öyrənək. Bir dənə baxın bura. Normalda aşağılar y bərabərdir ax kvadrat üstə gəlinsin bx üstə gəl c-nin. Qiymətlər çoxluğu nə idi ki? A sıfırdan böyük olanda demişdik ki, n-dən müsbət sonsuzluğa. Hamı xatırlayır da bunu, keçən dərs danışdığım bir şeydir. İndi mən bunu kökə salmışamsa, onda buradakı n-i də nə etməliyəm? Kökə salmalıyam. O keçidi başa düşə bildinizmi? Əvvəlcə köksüz fərz eləyirəm. Tapıram ki, n-dən müsbət sonsuzluğadır. Kökdədirsə, həm funksiyanın özünü, həm də n-i kökə salmalısınız. İndi gəlin buna da baxaq. Yenə y bərabərdir ax kvadrat üstə gəlsin bx üstə gəl c-nin. A-sı mənfi olanda nə idi qiymətlər çoxluğu? Mən sonsuzluqdan n-ə. İndi burada biraz ehtiyatlı olmaq lazımdır. Əgər mən bunu kökə salmışamsa, y artıq mənfi qiymətlər ala bilməz. Ona görə bunun bu mənfi hissəsini atacaqsınız. Mənfi hissəsini atıramsa nədən başlamalıdır? Sıfırdan başlamalıdır və n yenə də bayaqki kimi kökə düşməlidir. İndi sizcə bunu əzbərləyək yoxsa bu formada dərk edək? Salamatı dərk eləməyimizdir həqiqətən. Yəni, nə qədər əzbər olar? Bunlardan da yaxşı yol nədir? Tövsiyə elədiyim tam kvadratına ayırmaq. Bax, məsələn, gəlin bir dənə misal yazaq. Yəni, n-i hesablayınca mən tərəfdarıyam ki, bunu bu formada yazasın. Bax ki, 6x üstə gəlinsin. Neçə olsun? 13. Belə bir dənə sual. 13-ün nəyini ayırıb əvvəllə qruplaşdırsam? 9-nu. X kvadrat üstə gəl, 6x üstə gəl, 9 üstə gəlinsin 4. Düz. Bunun bu hissəsi nə verdi bizə? X üstə gəlinsin 3-ün kvadratını üstə gəl 4. Kvadratın ən kiçiyi 0-dır. Onda kökdə 4 bunun oldu nəyi? Ən kiçik qiyməti. Yəni neçə? 2. İndi, əgər 0 bunun ən kiçik qiymətidirsə, demək ki, digər qiymətlər daha böyük olacaq da. Yəni, ən kiçik qiyməti mən 2 tapmışamsa, digərləri 2-dən müsbət sonsuza doğru gedəcək. Nə n tapım, nə düstur əzbərim ehtiyac yoxdur. Əvvəlində mənfi olsaydı bəs? Əvvəlində mənfi olsaydı. Məsələn, mənfi x kvadratı üstə gəlinsin 8x üstə gəlinsin, bu gün izah elədim, mən isə dedim orada. Bir dəqiqə. 9 mu vermişdir? Üstə gəl 9. Belə bir sual. Hə. İndi neyək, nə tövsiyəz var? Kvadratın əvvəlində mənfi olanda tam kvadratı necə ayırırıq? Mənfini çıxardıq, qoyuruq qırağa. Amma hamısından çıxartmağınızı tövsiyə eləmirəm. Sən onsuz da bu hissədə tam kvadrat yaratmalısan da. Aydın olur nə demək istəyirəmsə? Bəli, mən. Mənfini çıxartdım. X kvadrat çıx 8x üstə gəlsin 9. İndi bu 8x-in ardınca nə yazım ki tam kvadrat yaransın? 16. Üstə gəl 16, çıxılsın 16. Yazaq. Mənfi x kvadrat çıx 8x üstə gəlsin 16, çıx 16, üstə gələk 9. Bu belə. İndi bunun bu 3 dənəsi nə verdi bizə? Mənfi x minus 4-ün kvadratı. Uşaqlar, bu mənfiyə vurulur. Müsbət 16. 9 da burada var deyə üstə gəlsin 25. İndi yenə kvadratı göndərin sıfıra. Kvadratı sıfıra göndərsəm. Kökdə 25, amma bunun nə idi bu? Ən böyüyü. Demək ki, mən bunun bu böyük olan hissəsini tapdım. Yerdə qalanlar da, əgər 5 bunun ən böyüksə, yerdə qalan bundan kiçikdir. Və köklü ifadə hara qədər kiçilə bilər? Sıfıra qədər. Demək ki, cavabımız oldu 0-dan 5-ə qədər. Əslində heç bir fərqi olmur. Amma tövsiyə edirəm ki, birinci, ikincidən çıxar. Yaxşı. Onu da adətən niyə elə deyirəm? Niyə elə deyirəm? Onun da bir səbəbi var. Tutaq ki, mən belə yazsaydım, kənar. Mənfi 2x kvadrat üstə gəlinsin, 8x üstə gəlinsin 9. Sən bunun hamısından tam kvadrat yaratmaq istəyirsənsə, mənfi 2-ni çıxartmalısan. O 9-dan mənfi 2-ni çıxardıb, orada mənfi 4,5 saxlamaq
Hər igidin işi deyil. Çatdımı nə demək istəyirəm? Ona görə salamatı nədir? Birinci və ikincidən. Ora qoy qalsın qıraqda, sonra açıb nəzərə alarsan. Tamam. Düşünürəm ki, bunları normal öyrənə bildiniz. Çox lazımdır. Bəli, bəli. Çünki onun vəziyyəti müsbət olanda ən kiçik qiymətidir. Onu haqqda nümunə dedim. Əvvəlində mənfi vardı ya, sən onu sıfıra aparırsan, o sıfır onun ən böyük qiymətidir. Yerdə qalanlar getdikcə kiçilir. Hə? 2-dən keçdim. Necə yəni? Hə, 2 başlıq keçirəm. Elə bildim bu ötürdüklərimi deyirsən. Uşaqlar, baxırıq indi tək və cüt funksiyalar, artan və azalan funksiyalar, bir də dövrü funksiya. Uşaqlar, tək funksiyalar öz mənfilərini rahat şəkildə neyniyən funksiyalar idi? Qarşıya çıxaran funksiyalardır. Yəni, f mənfi x bərabərdir mənfi fx şərti üçün deyəcək ki, fx necə funksiyadır? Tək funksiyadır. Əgər f mənfi x bərabər fx şərti ödənirsə, onda bu funksiyalara deyəcəyik cüt funksiyalar. Nümunə deyək, dərk edək. Y bərabərdir. Tutaq ki, 3x funksiyasını yazmışam. Bu funksiyanın tək yoxsa cüt olduğunu araşdırmaq istəyirəm. Nə iş görəcəm aşağılar? X-in yerinə 2 ver. Y nəyə bərabər oldu? Müsbət 6. X-in yerinə mənfi 2 ver. Y nəyə bərabər oldu? Mənfi 6. Fikir verin, müsbətdən müsbət oldu. Mənfidə qarşıya mənfi gəldisə, demək ki, bu necə funksiyaymış? Tək funksiyaymış. Belə bir şey olsaydı, y bərabərdir, məsəl üçün, 3x kvadratı. X-in yerinə 2 qoy, y oldu 12. X-in yerinə mənfi 2 qoy, bismillah. Mənfi 2 qoy, yenə də 12 oldu. İndi fikir versiniz uşaqlar, x-in müsbət qiymətində də, mənfi qiymətində də funksiyanın qiyməti dəyişmədi. Demək ki, bu necə funksiyaymış? Cüt funksiyaymış. Sonra, sual 3-dən sual 4. Əslində, bayaqlar toxunduq buna. Nə dedik? Tək funksiyaların qrafikləri nəyə nəzərən simmetrikdir? Koordinat başlanğıcına nəzərən. Cüt funksiyaların qrafikləri y oxuna nəzərən simmetrikdir. Məsələn, buna bir dənə nümunə desək. 3x-in qrafiki belə bir şeydir. Fikir versiniz mi simmetrikliyi? Görə bilirsiniz? Nəyə nəzərən simmetrikdir? Koordinat başlanğıcına nəzərən. Amma cüt funksiyada 3x kvadratın qrafiki belə idi də. Niyə y oxuna yaxın çəkdim bunu? Aysel, 3 1-dən böyükdür. Demişdik ki, a 1-dən böyük olduğu halda parabola y oxuna doğru neyniyir? Sıxılır. 0-1 arasındadırsa, y oxundan uzaqlaşır. Tamam. Sonra keçək nə tək, nə cüt funksiyalara. Sual 5. Hansı tip funksiyalara nə tək, nə cüt funksiyalar deyilir? Uşaqlar, təkli cütlüyü necə yoxladıq bayaqlar? Müsbət 2 verdim, bir dənə verdim, mənfi 2. Müsbət 2 verəndə, mənfi 2 verəndə qiymət dəyişmədisə, dedik ki, cütdür. Müsbətində müsbət, mənfisində mənfi aldım, dedim ki, təkdir. Amma onların heç biri alınmasa, onda bu funksiyalara deyəcəyik, nə tək, nə cüt funksiyalar. İsti bir dənə nümunə. Məsəl üçün, y bərabərdir, 3x üstəgəlsin 5. 2 qoy yerinə. X bərabər 2. Nəyə bərabər oldu? 11-ə. İndi nə qoymalıyıq qanundan? Mənfi 2. Yoxla? Mənfi 1. Hiss elədiniz mi aşağılar? Əlaqəsiz bir şey alındı. Mənfi 11 alınsaydı, deyərdim ki, təkdir. Müsbət 11 alınsaydı, deyərdim ki, cütdür. Əlaqəsiz bir şey alındı, demək ki, bu necə funksiyaymış? Nə tək, nədir? Sözdə adam oxşursan, buyur. Bax, burada 11, burada mənfi 11 alsaydı, deyərdim ki, bu funksiya təkdir. Və yaxud, burada müsbət 11 alsaydım, deyərdim ki, cütdür. Amma 11 ilə mənfi 1-in heç bir əlaqəsi yoxdur axı. Ona görə də deyirlər, nə tək, nə cüt. Digər tərəfdən, uşaqlar, biz artıq, məncə, 3x üstəgəl 5-in qrafini qurmağı bacarırıq. Keçmişdik də, kx plus b-dir.
3x üstəgəl 5-in qrafikini bir dənə gözünün qabağına gətirin. Necədir? Plus 5-dir deyə 5 nöqtəsindən keçəcək. K müsbət 3-dür deyə bu qrafikin ucu nöqtələri 1-də 3-də olmalıdır. Ucu nöqtələr 1-də 3-də olsun və 5-dən keçsin. İndi mənim qurduğum bu qrafikdə hansısa bir simmetriklikdən söhbət gedə bilərmi? Əlaqəsi yoxdur. Demək ki, bu həqiqətən də nə tək, nə cüt funksiyadır. Tamam. Uşaqlar, burada 2 dənəsi, yoxsa 3 dənəsi səhv gedibdir. Mən elə bir şey copy-paste eləyəndə ailəni vurmuşam bir-birinə. Deyəcəyik indi, bir-birinci eləyəcəyik, burasımıza çıxacaq. Deyir, cüt funksiyaları C, tək funksiyaları T ilə işarə etsək, aşağıdakı funksiyaların hansının cüt və ya hansının tək olduğunu müəyyən edin. A bəndində tək üstəgəl tək bərabərdir tək. Yəni, tək funksiya ilə tək funksiyanı toplayanda nəticədə tək funksiya alınır. Amma tək ədədlə tək ədəd toplayanda ədədlə funksiyanı qarışdırmayın. Orada cüt ədəd alınır. Doğruluğunu necə yoxlayaq? Y bərabərdir. 3x necə funksiyaydı? Tək. X-in kubu, bu da tək. Tək üstəgəl tək, yenə də oldu tək. İstəyirsiniz x-in yerinə 2 qoyaq. Bununla yoxlayaq da, görə həqiqətən düzmü deyirik? X-in yerinə 2 qoyanda y oldu mu 14? X-in yerinə mənfi 2 qoyanda mənfi 6 çıx 8, mənfi 14. Fikir verdiniz? Müsbətdən müsbət, mənfidən mənfi alındı. Demək ki, bu necə funksiyaymış? Tək imiş. Çatdı? Ədədlərlə qarışdırılır. Cüt üstəgəlsin cüt. Məsəl üçün, x kvadrat üstəgəlinsin, modulda x. Hər ikisi cütdür, nəticəsi yenə cüt olacaq. Sonra, cüt üstəgəlsin tək. Əgər bir funksiyanın tərkibində bir tək, bir cüt funksiya varsa və arada toplama çıxma varsa, onda bu həmişə nə tək, nə cüt funksiya olacaq. Nümunə göstərinmi? Bayaqlar 3x üstəgəlsin 5 danışdım sizlə. 3x-ə ayrıca yanaşın. 3x sözü necə funksiyadır? Təkdir. Bax, bu təkdir. 5 özü bütün ədədlər cüt funksiyadır uşaqlar. Məsəl üçün, y bərabər 5 sabit funksiyadır da, bunun qrafiki necə idi? Y bərabər 5-in qrafiki 5 nöqtəsindən keçir, x oxuna paralel olur. İndi fikir verin, bu qrafik y oxuna nəzərən simmetrikdirmi? Demək ki, nə başa düşdük? Bütün ədədlər cüt funksiyadır. İndi bu da oldu cüt. Bir misalın tərkibində, bir funksiyanın tərkibində həm tək, həm də cüt varsa və arada toplaması çıxması varsa, bu necə funksiyadır? Nə tək, nə cüt. Onsuz da bunun nə tək, nə cüt olduğunu bayaqlar yoxladım. 11 ilə mənfi 1 aldı da. 2 verəndə 11 aldıq. Mənfi 2 verəndə mənfi 1 aldıq. Yox, 11. X-ə 2 ver. C getdi. D-yə baxaq. Cüt funksiyanı cüt funksiya vuranda yenə də cüt funksiya alınacaq. X kvadratını x üstü 4-ə vurun, məsəl üçün. X üstü 6 yenə də cüt oldu. Sonra Y bəndinə baxaq. Bax, səhvimiz buradadır. Təki təkə vurub, tək yazmışıq. Məsəl üçün, tək funksiyadır bir dənə. X. Y bərabər x. Bir dənə də tək funksiyadır. X kubu. X vur x kubu mənə nəyi verdi? X üstü 4-dür. Demək ki, cüt funksiyadır. Burada bu səhv gedibdir. Bura olmalıdır. Cüt. İndi baxaq. Təki cütə vuranda bu uca tək olmalıdır. Təki cütə vurun. Yəni, götürək. Təki x-i x-in kvadratına vuraq. Nə yarandı? X-in kubu. Uşaqlar, ədədləri izah eləyəndə, natural ədədlər mövzusunda deyirdim, bunu əzbərləməyin. Özünüzdən qiymət götürün, yoxlayın. Burada da özümüzdən nə götürəcəyik? Funksiya. Ən salamatı budur. Burada da bax, bu səhv gedir. Necə funksiya alınır? Tək. Nədir? Misalda? G bəndində. Baxaq. Tək üstü 2. Bəli. Bunun burası tək yox. Olmalıydı. Çatdı. Sonra təkin üstü tək.
Məsəl üçün, x-in üstündə 3. X özü təkdir. Üstündə 3. X kubu yenə də tək oldu. İ bəndi cütün üstündə nə olursa olsun, tək də olsa, cüt də olsa, nəticəsi həmişə cüt olacaq. Yadda qaldı? Tamam. Sual 7. Sabit funksiyanın cüt və ya tək olduğunu müəyyən edin. Bayaqlar göstərdim əslində. Y bərabərdir 5. Sabit funksiyadır da. Cüt idi yoxsa tək idi? Cüt idi. Sonra qeyd hissəsinə baxın. Y bərabər 0 funksiyası yeganə funksiyadır ki, o həm cüt funksiyadır, həm də tək funksiyadır. İkinci elə bir funksiya yoxdur. Bax, məsəl üçün, belə bir dənə sual ola bilər. Yazır, y bərabərdir. Y bərabərdir. 2m çıxılsın 6. Funksiyasının həm tək, həm cüt funksiya olması üçün m neçə olmalıdır? Onda uşaq özü bilməlidir ki, hansı funksiya həm tək, həm cütdür? Y bərabər 0. Başqa elə bir funksiya yoxdur. Demək ki, buranı 0-a bərabərləyib m-i tapacaq. Çatdı? Çatdı. Sual 8. Xətti funksiya və onun çevrilmələrinin hansının cüt, hansının tək olduğunu müəyyən edin. Uşaqlar, kx üstəgəl b-nin özü nə tək, nə cüt funksiyadır? Əmin olduqmu bunu artıq? 3x üstəgəl 5 yazdıq. 3x dedik ki, təkdir, 5 amma cütdür. Bir tək, bir cütün arasında toplama qismi olanda nə tək, nə cütdür. Amma y bərabər kx olsa, o olacaq tək. Y bərabər x-in özü, o da yenə tək funksiyadır. Sual 9-a baxaq. Tərs mütənasiblik funksiyası və onun çevrilmələri. Tərs mütənasiblik necə idi? Y bərabər k bölünsün x. K sabit bir ədəddir, buna baxmayın. X-in özü necə funksiyadır? Tək. Demək ki, bu funksiya oldu, tək funksiya. Amma k bölünsün x üstəgəl 6 olsaydı, bu 6 artıq cüt funksiya olduğuna görə fikir verin, məxrəcdə nə var? Bir dənə tək, bir dənə cüt funksiya var. Demək ki, bu olacaq nə tək, nə də cüt funksiya. Sonra qüvvət funksiyalarına baxaq. X-in üstündə 2n çıx 1, yəni x-in dərəcələri təkdirsə, bu həmişə tək funksiyadır. X-in üstündə 2n dərəcələr cütdürsə, bu həmişə cüt funksiyadır. Sonra kvadratik funksiya üçün danışaq. Hara getdim? Həyəcanlandı, ayısı. Burada yox, deyəsən. Sual 11. Kvadratik funksiya və onun çevrilmələrinin. Kvadratik funksiya da uşaqlar, neçə dənə cüt, neçə dənə tək funksiya var. Bunun tərkibində 2 dənə cüt var. Ax kvadratı da cütdür, c də cütdür, amma bx təkdir. Cüt və təklərin arasında toplama qismi olanda nə tək, nə cüt idi. Sonra sual 12-yə baxaq. Modul x funksiyası. Qrafi gözünün qabağına gətirin. Cütdür. Çünki y oxlanıcılara simmetrikliyi var. İndi modul x-i biz n vahid yuxarı sürüşdürsək, aşağı sürüşdürsək, yenə də cüt olacaq. Amma n vahid sola sağa sürüşdürsək, bu halda olacaq nə tək, nə də cüt. Bu bəndlər yəqin aydın oldu sizə. Sonra buna baxaq uşaqlar. Bu da bu hissəyə baxın. Normalda bayaqlar danışdım ki, k bölünsün x funksiyası necə funksiyadır? Təkdir. Amma k bölünsün modul x yazanda x-ə müsbət versəm, mənfi versəm, eyni nəticəni verəcək deyə bu olacaq cüt funksiya. Bəs bu tək-tək incələsəm, baxın, x kvadratı cütdür. 3 modul x, bu da cütdür. 2, bu da cütdür. Arada da toplama çıxma, demək ki, hamısı olacaq cüt funksiya. Sual 13. Kök x funksiyası və onun çevrilmələrini hansının cüt, hansının tək olduğunu müəyyən edin. Kökdə x-in özü necə funksiyadır? Bayaqlar danışdıq. Qrafikinə nəzər yetirəndə hansısa bir simmetriklik var idi mi? Xeyr. Demək ki, nə tək, nə cütdür. Amma modula salmış olsaydım, o olacaqdı cüt. İndi maraqlı bir sual verim. Sizcə bunun qrafiki necədir? Mən belə. Ay sağ olun. Əhsən. Niyə elə bir şey dedik? Həm rəqəm qoymaq, həm də algoritmlarına görə sinirlik olunur.
Bəli. Əslində o simmetrik deyib özünü yaxşı qurtara bildi. Yəni, əsl izahı odur da. Bir dən baxın bura uşaqlar. Modul olmasaydı, qrafik necə idi? Buydu da. İndi modul var deyə simmetrikliyi olmalı axı. Bunu bir də simmetrik çevirin. Bir bu tərəf. Y bərabərdir. Kökdə modulda x funksiyasının qrafiki bax buymuş. Buraxılış çərçivəsində lazım deyil. Amma blokda rastımıza çıxa bilər. Kimsə şükür elədi. Kim edir şükür eləyər? Svetlana xanım, sən şükür elədin deyəsən. Sən neçənci qrup idin? 3. Sən neçə ildir 3-cü qrupsan? Neçə ildir 3-cü qrupsan? Keçən ildən? Mən də səni 2-ci qrup kimi bilirdim. Baxın, görün bunu. Bir dənə də bunun qrafikindən danışaq. Sizcə bunun qrafiki necədir? Yox, qrafikini istəyirəm. Cütlük təşkili maraqlı deyil hal-hazırda. O cütlük təşkillərindən qurtardıq. Qrafikini quraq. Aha, 3 vayd sağa, 5 vayd aşağı. O böyük modula fikir verməsən. Böyük modula fikir verməsən. Qrafiki necə oldu aşağıda? Buranı sıfır eləmədik. Silmirik. Bayaqları necə çevirdik simmetrik? X bərabər nəyə? 3-ə. Y nəyə bərabərdir? Mənfi 5-ə. Hələ ki modulun içərisindən danışıram uşaqlar. Deməli, biz bu modul X funksiyasını 3 vayd çəkmişik. Hara? Sağa. 5 vayddə sürüşdürmüşük aşağı. Buradan keçəcək və qolları necə olacaq? Qolları olacaq yuxarı. Gəlin bunu bu tərəfini silim. Belə bir şey olacaq. İndi uşaqlar, bunun özü bir də böyük modulda daxil. Mənfi olan hissəni simmetrik nə eləməlisiniz? Çevirməlisiniz yuxarı. Nə olacaq? W hərfi. Və nəyə qədər simmetrik? Simmetrik çevirirəm axı. Buradan bura məsafə 5 idisə, 5 olduğunu hardan çıxartdım? 0-dan mənfi 5-ə qədər. Buradan bura qədər məsafə də 5 olmalıdır. Onda mən bunun bu aşağı hissəsini məcburam ki, nə edeyim silim? Cavab oldu W hərfi. Ev tapşırış deyəndə görəcəksiniz testlərdə. Yadda qalar. Məsələn, gəlin bir dənəsini də deyim. Y bərabərdir modulda. Y bərabərdir modulda. X çıxılsın 3-ün kvadratı çıxılsın 5. Hə. X üçün kvadrat çıx 5-in qrafikini qura bilirik. Elə bunu oxşuyur da. 3 sağa 5 aşağı. Amma bayaqçından fərqli olaraq bu paraboladır. Tamam mı? Belə bir şeydir. Yenə moduldadır deyə aşağı hissəsini simmetrik çevirəcəksiniz yuxarı. Və aşağını da siləcəksiniz. Cavabımız oldu. Bax bu formada bir qrafik. Məncə başa düşdük. Maraqlıdırmı? Necə tətbiq edir? Hə, qrafik bilsən bəsdir. Başqa şeylərə ehtiyac yox. Düşə bilər. Düşə bilər. Hə? İstəyəcək bunun qrafiki aşağıdakılardan hansıdır? Ev tapşırığında görəcəksən. Narahat olma. Tamam. Kaş bizim bol vaxtımız olar. Bol vaxtımız olar. Hansısa bir qrafik haqqında çox uzun danışaq. İnarsız nə qədər şey demək olar. Bu funksiya qrafiklərin başını oynatmaq olar.
Aha. Hansını? Hə, bunu. Buranı bir dənə sıfıra çevir. Bax, bunun qrafini qursan nə etməlisən? Bunu bir dənə sıfıra çevir. X mənfi 2. Mənfi 2-dən başlayacaq. Qolları yuxarı. İndi bax gör, varmı simmetriklik? Demək ki, nəfəş nədir? Çatdı? Tamam. Sual 14. Artan funksiya nəyə deyilir? Uşaqlar, artan funksiyanı faiz nisbət tənasübdəki düz mütənasib kəmiyyətlərə mən oxşadıram. Çünki qaydası ondan eynidir. Düz mütənasib kəmiyyət nəyə deyilirdi? Onu dərk eləmişdik. İki parametr var idi, iki kəmiyyət var idi. Biri artanda digəri də artırdısa, biri azalanda digəri də azalırdısa, onda bunun adına deyirdik düz mütənasib kəmiyyətlər. İndi burada həmin o iki parametr 1x-dir, 1y-dir. Əgər x-in qiymətləri artdıqca, y-in qiymətləri də artırsa, eyni zamanda x-in qiymətləri azaldıqca, y-in qiymətləri də azalırsa, onda deyəcək ki, bu funksiya necə funksiyadır? Artan funksiyadır. Artan funksiyada belə çıxır ki, uşaqlar, x1 x2-dən kiçikdirsə, fikir versiniz? x1-in qiyməti x2-dən kiçikdir. fx1-in qiyməti də fx2-nin qiymətindən kiçikdirsə, onda bu funksiya nəymiş? Artan imiş. Əslində qrafikdən də rahat görünür. Bura qədər bir neçə dəfə artanlıq azalanlıq danışmışıq. x1-dən x2-yə gələndə qrafik özünü necə aparır uşaqlar? Getdikcə yuxarı qalxır. X-lər artdıqca y-lər də artır. Demək ki, bu artanın qrafikidir. Şimdi çatdıra bildim. Eyni məntiqlə azalanın qrafiki nəyə oxşayar? Faiz nisbət tənasübdəki tərs mütənasib kəmiyyətlərə. Yenə iki kəmiyyətdən biri artanda digər azalırsa, biri azalanda digər artırsa, bu olurdu tərs mütənasib kəmiyyətlər. Buradakı adı azalan funksiya. Azalan funksiyada x-in qiymətləri artdıqca, y-in qiymətləri azalırsa, x-in qiymətləri azaldıqca, y-in qiymətləri artırsa, buna deyəcəyik azalan funksiya. İndi, bu şəkilə baxın uşaqlar. x1-in qiyməti x2-nin qiymətindən normalda nədir? Hal-hazırda azdır. Amma x1-dəki qiymətə bax, x2-dəki qiymətə bax. x1-dəki qiymət x2-dəki qiymətdən çoxdur. Onda nə deyəcəyik? Demək ki, bu azalan funksiyadır. Fatma xanım, siz Allah duyu andesdən. Qulaq asırsınızmı? Tamam. Əməli başlı ingilis dili öyrənirəm. Hələ onun cavabı da var ingilis dilində. Yes, of course, teacher. Sən Allah düzmü dedim. Öyrəndiyim odur. Bir də of course-un sinonimi dedilər bugün. Nə dedilər? Certainly dedilər. Öyle bir şey var mı, elə bir söz? Certainly deyə bir söz var deyəsən. Siz siz bilərsiniz. Nə yazılır? Tamam. Bu gedişinə keçəcəm ingilis dili müəllimliyi. Salamat odur. Uşaq əzbərləməyib demək ki, günah ondadır. Nə izah eləməli bir şey var. Onların da qrammatika düşür, düşməsi ondan yaxşıdır. Uşaqlar danışıblar bugün. Salamat odur. Yoxsa hay bu belə getdi. Mən deyən var idi Riyaziyyat müəllimi. Bax, yenə də qanım qaraldı axşama. Baxın, izləyin görün. x1-dən x2-yə gələndə nə baş verir aşağılar? Qrafik azalır. Demək ki, bu nədir? Artır dedin elə. Eşitdim axı. Of Allah of. Sual 16. Artan azalan funksiyalar üçün hansı xassələr var? Görün nələr var uşaqlar. Deyir ki, əgər fx funksiyası özü artandırsa, onda sən bunun qarşısına mənfi qoysan, mənfi fx funksiyası olacaq nə? Azalan. Rahat bir şeydirmi? Məncə bəli. Ayşən, sual verim sənə. Səncə y bərabər x kvadratı
artandır yoxsa azalandır? Arkadaş bu neyin kafası? Nətər A1'dir? Sual verirəm, ay bala. Y bərabər x kvadratı. Artandır yoxsa azalandır? Həm azalandır. Yox, məxrəc nədir bala? Bir dənə qulaq asın. Aman Allah. Ay bala, sənə sual verirəm ki, filan şey artandır yoxsa azalandır. Sən onun qrafini gözün qabağına gətirməlisən. Bayaqdan hamısını əlini belə göstərir, deyir artır. Belə axım olur ay bala. Deməli, bəzi hissədə azalır, bəzi hissədə artır. Belə şey olmaz. Demək ki, bax bu xassisə, məsəl üçün, o dediyim y bərabər x kvadrat üçün keçərli deyil. Çatdımı niyə? Çünki bu nə azalandır, nə də artandır. Daha geniş danışmış olsaq, azalma arağı da var, artma arağı da var. Bəs yaxşı, artana aid bir dənə nümunə deyək. Y bərabərdir, məsəl üçün 5x. Bax, bu artan funksiyadır. Hardan bildim? X-lərin qiymətlərini artırdıqca Y-in qiymətləri də artacaqmı? Bax, 1 ver 5, 2 ver 10, 3 ver 15. X-lər artdıqca Y-lər də artır. İndi bunun qarşısına mənfi qoysam, yəni Y bərabərdir, mənfi 5x olsa, bu olacaq nə? Azalan. Onsuz da biz belə bir şey keçmişdik. Y bərabərdir, k üstəgəl b funksiyasında k müsbət olanda artan idi demişdik. K mənfi olanda nədir? Azalandır. Bunun hətta tərsi də doğrudur. Yəni fx'in özü azalandırsa, mənfi fx nədir? Artandır. Yadda qalır? İnşallah. Sonra xassə 2-yə baxaq. Əgər fx funksiyası artandırsa, onda 1 bölü fx funksiyası azalandır. Həmçinin bunun tərsi də doğrudur. Başa düşdüyümü? Məsələn, y bərabər 5x özü necə funksiyadır? Artan. Amma y bərabərdir. 1 bölü 5x yazsaydım, olacaq azalan. Tərs mütənasiblik funksiyası. Sonra keçirəm xassə 3-ə. Əgər fx funksiyası artandırsa və yaxud azalandırsa, onda ixtiyari s sabit ədədi üçün siz bu fx-in üzərinə bu s-ni gəlsəz və yaxud çıxsaz, yenə də artandırsa artan olacaq, azalandırsa azalan. Məncə rahat qaydadır. Məsəl üçün, 5x artan funksiyadır. Sən bunun üzərinə 7 gəlsən, güya ki artanlıq dəyişəcək, daha da sürətli artacaq. Aydın olurmu? Tamam. Çıxması da həmçinin. Xassə 4-ə baxaq. Xassə 4. Əgər fx və gx funksiyası artandırsa və yaxud azalandırsa, onda bu iki funksiyanın cəmi də artansa artandır, azalansa azalandır. Həmçinin hasili də. Fərqlə nisbətdən söhbət gedə bilməz, orada vəziyyət dəyişə bilər. Məsəl üçün, fərq niyə olmaz aşağılar? Fərqli olmaz. Məsəl üçün, hər ikisini eyni funksiya götür. X kvadratı, x kvadratı. Yox, artanlıq dedim də. Hə, artandır. Biri 5x, o birisi də 5x. Bu 5x-i bir-birindən çıx. Y bərabər 0 oldu sabit funksiya. Yəni, ona görə fərqindən danışmaq olmur. Eyni məntiqlə nisbəti də. Məsəl üçün, hər ikisini 5x götür, nisbətini tap, verəcək 1. Görəsən çatır. Tamam. Nisbəti də olmaz. Cəminlə sadəcə hasili keçərlidir. Sual 17. Dövrü funksiya nəyə deyilir? Həqiqi ədədlər çoxluğunda təyin olunmuş fx funksiyası və t ədədi üçün əgər x-ləri t vahid azaltsam, t vahid artırsam, ümumi fx bu qiymət dəyişmirsə, onda biz buna deyəcəyik, necə funksiya? Dövrü funksiya. Və t-nin adına deyəcəyik uşaqlar. Funksiyanın nəyi? Dövrü. Testlərdə necə rastımıza çıxacaq? Məsəl üçün, deyir ki, fx dövrü funksiyadır. Və f3 bərabərdir 5-ə. Dövrü əgər 6-dırsa,
Sən bu 3'ü 6 artırsan da, azaltsan da bu 5 dəyişməyəcək. Yəni F9 da 5'tir. F15 də 5'tir. F24 də 5'tir. Şimdi çatdırabildim mi? Hətta çıxsam da 3'dən 6 çıx, dövrü çıx. F-3 yenə 5'tir. F-9 yenə 5'tir. F-15 yenə də 5'tir. Aydın olur mu aşağılar? Məncə bunlar maraqlı bir şeydir. Həmçinin lazımlı bir şeydir. Sonra keçirəm bunun xassələrinə. Sual 18. Dövrü funksiyalar üçün hansı xassələr var? Diqqətiniz məndə olsun. Xassə 1. Əgər t ədədi fx funksiyasının dövrüdürsə, onda mənfi t ədədi də bu funksiyanın dövrüdür. Nə başa düşdünüz? Bayaqki funksiyada 6 t bərabər 6 yazmışdım da. 6 dövrdürsə, mənfi 6 da nədir? Dövrdür. Amma belə bir şey var ki, dövrləri adətən mənfi ilə heç işarə eləmirlər. Dövrləri adətən mənfi ilə heç işarə eləmirlər. Sonra xassə 2-yə baxaq. Əgər T1 və T2 ədədləri 2 dənə ədəddir, fx funksiyasının dövrüdürsə, bəzən belə bir şeylər olur uşaqlar. Bir funksiyanın 2 dənə dövrü olur. Onda siz bu dövrləri toplasaz da, çıxsaz da, yenə də funksiyanın özünün nəyi olacaq? Dövrü olacaq. Məsələn, nə demək istəyirəm? Tutaq ki, bir funksiya vermişik. Dövrü həm 3'dür, həm də nədir? 5'dir. Onda bu funksiyanın dövrü həm də neçədir? 8. Həm də neçədir? Mənfi 2. Məsələn, bu xassə 1-ə görə həm də neçədir? Mənfi 3'dür. Həm də neçədir? Mənfi 5. Həm də neçədir? Mənfi 8. Həm də 2. Görün nə qədər alındı. Aydın olur danışdıqlarım. Güya ki. Xassə 3'ə də baxaq. Xassə 3. Əgər t ədədi fx funksiyasının dövrüdürsə, onda ixtiyari k tam ədədi üçün mütləq k tam ədəd olmalıdır. Yəni neçəsə dəfə bu t-ləri ya üstünə gəlməlisiniz, ya da çıxmalısınız. Şimdi çatdıra bildimmi? Bir də baxın bura uşaqlar. Bayaqlar danışdım əslində bunu. Mən 6 artırdım ha. Həmin qaydadır. K vurulsun 6 demək olar. Və yaxud çıxılsın K vurul 6 demək olar. İndi bu bizə nə üçün lazımdır? Bu bizə ona görə lazımdır ki, böyük dövrlər olanda onu bacardığımız qədər kiçiltməliyik. Məsələn, bir də misala baxaq. Y bərabərdir. Y bərabərdir. Y demək elə fx-lə deyil. F3 bərabərdir 5'dir. Dövrü tutaq ki 7'dir aşağılar. Və sual verirəm ki, F59 nəyə bərabərdir? İndi uşaqlar, nə edəcəksiniz? Qaydamız nədir? 59'u böləcəksiniz dövrə, həmişə. Böyük olanlarda, bu böyük ədədləri bölürsünüz dövrə. Qalıq nədirsə, mötərizənin içində yazırsınız. 59'u böldüm 7'yə. Neçə və düşdü? 8 dəfə. Əslində bu neçə və düşməsi önəmli deyil. Qalıq nəyə bərabər oldu? 3'ə. Demək ki, dövr 7 olduğu halda F59 F3'ə bərabərdir. Nəticəsi də nə oldu? 5. Həmişə qalıqdır. Neçə və düşməsi önəmli deyil. Aydındır? Testdə necə istifadə edərik? Bu dövrdən boyunun qıraxışına düşmüşdür deyəsən. Dövrü görmüşəm. Bir dənə düşür. Bu noktada bir dənə olur. Periqametri xeyr, 3 dənə olur. Buraxışda da blokdan. 3 dənə olma səbəbi də odur ki, çünki 3 dənə mövzudur. Periqametri funksiyalar ayrıdır. Funksiyalar ayrıdır. Toplama teoremləri ayrıdır. Tənliyi ayrıdır.
Çıxartmışlar. O bərabərçilərdir. Hə. 30-a baxın görün. 30-cu sual. Deyir, fx funksiyası bütün ədəd oxumda təyin olunmur. Əsas dövrü 7 olan tək funksiyadır. Əsas dövrü 7-dir. Ne eləyərəm? Bu böyük olanların 7-yə bölüb qalığını tapacam. Bir də təkdir dediyinə görə bu mənfiləri nə eləməlisiniz aşağılar? Qarşıya çıxartmalısınız. O tək sözünü elə belə yazmayıb ora. Yəni, ümumiyyətlə, riyaziyyatda belə bir şey var uşaqlar. Nə verilibsə, mütləq istifadə olunmalıdır. Yəni, nəyisə göz ardı eləyib kənara qoya bilməzsiniz. Deməli, bu tək sözünə görə bu mənfi çıxacaq qarşıya. Dövr 7-dir və böyük ədədlərdir deyə, kifayət qədər böyük ədədlərdir. Hamısını tək-tək böləcəksiniz 7-yə, qalıqları nədirsə onu yazacaqsınız. Sonra da bu qiymətləri gətir yerinə qoy, bax gör neçə alınır. Başa düşdük? Bəli. Yox. Yəni, məsəl üçün, mən burada qalığı tutaq ki, 3 tapıramsa, o 3-ü necəsə gətirib o 7 ilə bunlara gətirib çıxartmaq olmur. Aydındır. Yəni, misalları elə seçirlər ki, bir də belə bir şey var ki, sən mənfi olanlarda çalış ki, mənfidən canını qurtarasan. Nəyi demək istəyirəm? Bir də baxın, maraqlı bir şey deyim sizə. Maraqlı bir şey deyim. Tutaq ki, bu misalda tək funksiyadır sözü yox idi. Bax, buradakı bu təklik sözü yoxdur. Mən bu mənfidən necəsə canımı qurtarmalıyam, düzdür? İcazə var ki, bu mənfi 36-nın üzərinə bu dövrləri gələsən, ta ki, müsbət alınana qədər. Məsələn, neçə dənə bunun üstünə 7 gəlsə müsbətə çevriləcək? 6 dənə 7 gəlməlisən. 5 dənə 7 gəlsə, elə ki, 35 əlavə eləmiş olursan, mənfi 1. Bir dənə də 7 gələcəksən, çevrilib olacaq müsbət 6. Çatdı? Tamam. Tək yazsaydı eləyə bilərsən. Əslində tək yazsaydı da eləyə bilərsən. Tək yazsaydı da eləyə bilərsən. Amma indi tək yazırsa, elə mənfini bərbaşdan çıxart da. Cüt yazanda da mənfini müsbət eləyəcəksiniz. Olsa sualsız bir şeydir. Bir də istifadə olunan hansı qayda var, bilirsinizmi? Tək funksiyaların nəyinə görə simmetrikliyi var idi? Bir daha xatırladım mənə. Demək ki, tək funksiya bütün ədəd oxumda təyin olunubsa, koordinat başlanğıcından keçirsə, f0 nəyə bərabərdir? 0. Testlərdə bundan çox istifadə edəcəyik. Test topusunda səhv eləmirəmsə, bir-iki dənə misalda var. Amma ümumiyyətlə lazım olan bir qaydadır. Qoy bir dənə göstərim. Bax, məsəl üçün. Bir dənə baxın buna. 25-ə bax. Deyir, fx funksiyası mənfi 3 parçasında təyin olunmuş tək funksiyadır. f2 6-dır. Tək funksiyadırsa, bir də sən bunun yanında nə yazmalısan? f0 bərabər 0-dır. Bundan sonra tək funksiyadır, bu mənfisini neynə? Qarşıya çıxar. Burada nə yarandı? 9 dənə f2. Çatır. 9 dənə f2. 9-u vurdum 6-ya. 54. Burada da 4 var. Burada niyə 4 var dedim? Çünki burası 0-a get daxil. 4 dənə 54. Bax gör neçə eləyir. Aydın oldu? Tamam. Kifayət eləyər məncə. Dərsimiz qayda hissəsi bu qədərdir. 6-cı sualdan başlayırıq. Əslində məndən olsa heç bu suala baxmarıq. Neçə illərdir qarşımıza çıxır. Bəlkə də yaşı məndən çoxdur. Cavab 125-dir. Bəli, məntiqi izah eləyəcəm uşaqlar. Deməli, 4-cü qrupların çox yaxşı bildiyi bir dənə cümlə var. Bakteriya yarıya bölünürsə, bakteriyanın özü yoxa çıxır. Elə olur da, bakteriya. Sən də bilirsən? Yaxşı. Bir dənə baxın, bu bir dənə bakteriyadır. Əgər bu yarıya bölünürsə, bölünür də, bakteriyalar yarıya bölünür, çoxalır. Yerində bakteriya qalmır. Şimdi çatdıra bildimmi? Və bundan neçə dənəsi yarandı? 2 dənəsi. 1 saniyə sonra, bax bu 0-cı saniyədir. Bu nədir? 1-ci saniyə. İndi yenə yarıya bölünsə, 2-ci saniyədə
neçə dənə yaranacaq burada? 4 dənə. 3-cü saniyədə yenə bunların hər birini bölsəm 8 dənə. 2, 3, 4, 5, 6, 7, 8. Başa düşdünüz də? Və hər dəfəsində bu əvvəlkilər yoxa çıxır. Məsəl üçün, gözlə. Məsəl üçün, sənə desəm ki, 3-cü saniyədə o kolbada neçə dənə bakteriya var? Cavabın olmalıdır 8. Amma belə A1, A2, A3 kimi baxsam və desəm ki, topla bunları, normalda neçədən alınır? 15 mi? 15 dənə. Başa düşdünüz nə demək istəyirəm? Amma bakteriya parçalanır deyə, bu da bax, səhər 11-də deyirlər ki, müəllim, hardan bildiniz ki, o yoxa çıxır? Onu əslində özü deyibdir. Yəni 4-cü qrup olmasan belə, 2-ci qruplar, 3-cü qruplar bu nəticəyə gəlməlidir. Görürsünüz nə yazıb burada? Deyir, 1 saniyədən sonra 2 bakteriya parçalanır. Yəni 2 dənə bakteriya, elə bir ki, nə deyirlər bundan? 2 dənə bakteriya törəmir bundan. Çatır nə danışıramsa uşaqlar? Tamam. İndi 128 saniyə sonra dolubdursa, 128-ci saniyədə burada neçə dənə? 128 dənə nə var imiş? Bakteriya. Əgər uşaqlar 8 bakteriya ilə mən başlasaydım, neçə saniyə qabağa düşmüş olurdum? 3 saniyə tez başlamış oluram da elə bil ki. Bu halda 2 üstü neçə? 125. Demək ki, 125 saniyə sonra kolba tamamilə dolar. Məntiqini tuta bildiniz? Ən gözəl izahı budur. Başa düşülən izahı budur. Yoxsa mən sizə burada A1, A2 yazım, nə bilim nə yazım. Ehtiyac yoxdur. Davam edirik. 15 eşitdim kimdənsə. Biz həmdə silsiləyə baxmışdıq axıra qədər. Tamam. Kimisə heç xəbər yoxdur, nəyə baxır. Deyir, hansı mövzudur, bax. Sən Allah suala var. Hətta ev tapşırır nədir deyən də var. 3 ilə 4-dür. Deyir, ədədi silsilə təşkil edən 3 müsbət ədədin cəmi 18-ə bərabərdir. 3 dənə müsbət ədəd yazıram. A, B, C. Uşaqlar, bu yazıldığı ardıcılıqla ədədi silsilədir. Əgər birinci həddə 4, birincisinə 1, ikincisinə 4, üçüncüsünə 12 əlavə eləsək, həndə silsilə alınacaq. Yəni A plus 1, B plus 4, bir də C plus 12. İndi uşaqlar, başdan bir dəfə də oxuyuram. Cəmi 18-dir. 3 dənə həddir, cəmi 18-dir. Nə yazın? A üstəgəl, B üstəgəl, C bərabər 18. Birincisi ədədi silsilədir deyə, bunların hədləri arasında hansı əlaqə var idi? B, A üstəgəl, C-nin yarısıdır. Və yaxud A üstəgəl C nəyə bərabərdir deyə bilərəm? 2 dənə B-yə. Həndə silsilə üçün nə bilirdim bəs? Kənardakıların hasili ortadakının kvadratıdır. Yəni, A plus 1 vurulsun C üstəgələk 12 bərabərdir nəyə? B plus 4-ün kvadratına. İndi bu üçlü sistemi gəlin həll edək. Əvvəlcə baxaq, görək həll edə bilərikmi? Cəbrin əsas teoremi var idi. Mən sizə bunu bir dəfə də demişəm. Tənliklərin sayı ilə dəyişənlərin sayı bir-birinə bərabərdirsə, onda bu tənliklər sistemini həll eləmək olar. Nə demək istədim? Neçə dənə tənlik var burada? 3 dənə. Neçə dənə dəyişən var? 3 dənə. Tənlik sayı ilə dəyişən sayı eynidirsə, demək ki, A-nı da, B-ni də, C-ni də tək-tək tapmaq olar. Amma 2 dənə tənlik, 3 dənə dəyişən varsa, biz bu tənliklər sistemini həll edə bilmərik. Şimdi çatıra bildim. 3 tənlik, 2 dəyişən varsa, elə onu çox-çox yaxşı həll edirik. Bilsən niyə? Belə onlardan ikisini götür, 2 dəyişən, 2 tənlik. Üçüncüsü demək ki, bonus verilib sənə. Çatdı nə demək istəyirəm?
İndi ikincisindən A üstəgəl S-ni gətirib birincisində yerinə qoysaq, B-ni tapacaq 6. B 6'dır deyə bu ikincisində B-nin yerinə, üçüncüsündə də B-nin yerinə 6 qoysam, nə baş verəcək? A plus C bərabər 12. Həmçinin A üstəgəl 1 vurulsun, C üstəgəl 12 bərabərdir nəyə? 100-ə. Bu təlimlər sistemi də həll edə bilərik də. Necə həll edərik? Birincisindən C-ni tap, 12 çıxılsına, gətir yerinə qoy, vur aç və yaxud elə ədədlər görünür. Biri 4 idi deyəsən, A 4 idi, C də 8 idi. Yerinə qoysaq da əmin ola bilərik. Bunların da hasil cavab 192. Davam eləyək, suallar verin. Neçə? 7. Əhsən. Gəlin görək 7-də asan yol var mı aşağılar? Bəli, göstərəcəm. Bax, orada damla sualı var idi. Deyir, su damcısıdır, düşür, dalğalar yaranır. O, buraxılışın sualıdır. Kimliyimiz buraxılış sualıdır. Daha çox məncə bunlara üstünlük verilir. 4-ə bölünən və 400-dən böyük olmayan bütün natural ədədlərin cəmini tapın. Nə ilə başlayarsan? 4 ilə. Sonra 8, sonra 12 və s. 400-dən böyük olmayan axırıncısı 400-dür. İndi Qauss necə tapırdı? Birincisindən sonuncusunu toplayırdı, 2-yə bölürdü, vururdu sayına. A1 üstəgəl A-ın bölü 2 vur say. Sayı da necə tapıb? 400-dən 4 çıxıb, 4-ə bölüb, üstünə 1 gəldik, olacaq 100 dənə. Davamı gələr məncə. D bəndinə oxşuyur. Məsələ dedikcə hesabladın, düzmü dedim? Bəli. Davam eləyək. Sual verin. 55. 16 eynisidir. Olar mı baxmayım? Allah razı olsun. Sevindim. 17. Deyir, ədədi silsilənin birinci həddi 2-yə nə yazarsan? Qurumsan mı tənlik? Nə qurumsan de görün mənə. Nə deyirsən? Söhbət 17-dən gedir. Bax, bala, deyir ki, ədəd silsilənin birinci həddi 2-yə. Burada da vergül qoyub ki, deyib ki, bir nəfəs al. Dərk elə. Birinci hədd 2-yə bərabərdir. Yəni, A1 bərabərdir 2-yə. Davamlı oxuyuruq. İkinci və üçüncü hədləri isə, yəni A2 ilə A3 isə, uyğun olaraq 2 ardıcıl natural ədədin kvadratlarına bərabərdir. Yəni, bu n kvadratıdırsa, bu birisi də n üstəgəl 1-in kvadratıdır. Qutardı getdi. Valla tərcümə elədim. İndi silsilə fərqini tapın. Silsilə fərqi necə tapılırdı? İkincidən birincini çıxmaqla və yaxud üçüncüdən ikincini çıxmaqla. Yəni, D-miz nəyə bərabərdir? N kvadrat sırf ki, səndən bunu axtarır. Bunu soruşur. İndi A1, A2, A3 varsa, birinci bu bərabərliyi qur. Ortadakı hədd A1, A2, A3. A1 üstəgəl A3 bölünsün 2-dir. Hesabla buradan yeni tap, sonra da gətir yerinə qoy. Yaxşı, özün yaza bilərsən məncə davamlı. 55 eşitdim. 21 eşitdim. 18. Eyni şeydir. Bu dəfə tək ədədin deyir. Niyə? Ardıcıl ədədlər n ilə n plus 1, kvadratı da n kvadratı ilə n plus 1-in kvadratı. Allah köməyin olsun. Burada nə eləyək? 5-ə bölünəndə qalıqda 3, 20-dən 3 alınmaz, 20-dən böyük və 1000-i aşmayan. Bu da elə bayaq sualdandı da. Nə ilə başlayarsınız? 23, sonra 28, sonra nə gələcək? 33 və s. 998. Sonuncusuna birincisini çıx. Böl artımına, sonda da üstünə 1 gəl. 21 kimdə idi? Başa düşdü mü? Çatdı? Növbəti. 20. 20-ci sual.
Niyə? Bəli, istidir. Deyir, birinci və ikinci əhədlərinin cəmi mənfi 2-dir. Tərcümə elə. Sən Allah yazmışdın bunu. Çox naxaq yazmışsan, həndəsi silsilədir bu. Həndəsidir. B1 üstəgəl B2 mənfi 2-dir. İkinci və üçüncü ədlərinin cəmi. Yəni B2 üstəgəlsin B3. 3-də 2-dir. İlk 4 həddinin cəmini soruşur. Məndən nəyi soruşur? B1 üstəgəl, B2 üstəgəl, B3 üstəgəlinsin, B4-ü istəyir. Sizə belə bir dənə tövsiyə edeyim uşaqlar. Testlərdə yaxşı olar ki, 5-ə qədər olan cəmləri düsturla yox, tək-tək yazasınız. Nə demək istədim? Bax, məsəl üçün, burada ilk 4 həddinin cəmi S4 demə. S4-ün düsturunu yazma. Tövsiyə olunmur. 4-ə qədər, 5-ə qədər olanları tək-tək yazın. Belə tapmaq daha rahatdır. İndi nə iş görüm? Yuxarı ilə aşağıya baxsaq uşaqlar. Yuxarını mən bir dənə Q-ya vursam, aşağıdakı yaranarmı? Q-ya vurun bir dənə yuxarını. B1 Q, yəni B2. Üstə gəl B2 Q, yəni B3. Bərabərdir mənfi 2 Q-ya. Aha, 3-də 2 bərabərdir mənfi 2 Q. Buradan Q bərabər oldu, mənfi 3-də 1. Q-nü tapdıq. İndi gətir yerinə qoy, B1-i də tap. Birincisində bu B2-nin açışı nədir? B1 üstə gəlsin, B1 vur Q. Yəni çıxılsın 3-də 1. B1, 3-də 1 B1. Bərabərdir mənfi 2. Buradan da B1 tapılsın. Nəyə vurum hər birini? 3-ə. 3 B1 çıxılsın, B1 bərabər mənfi 6. 2 B1-im mənfi 6. B1-im nəyə bərabər oldu? Mənfi 2. Tək-tək gətir yerinə qoy. Bax, fikir ver. Birincisi nə oldu? Mənfi 3. İkincisi nə oldu? Q-ya vurub tapacam. 1. Üçüncüsü nə olacaq? Həli setlərin qırıldı deyəsən. Bax, B1-in mənfi 3-dür. Q-ümüz də mənfi 3-də 1-dir. Bir-bir yerinə qoyub hesablayıram. İndi B4 nə olar de görüm. Nə danışırsan ay belə? Müsbət 9-dadır. Yaxşı. Davam edək. Bəli. Aha. Bəli. Elə düsturun alınması oradandır da. O düsturun isbatı var. A2 bərabərdir. A1 üstəgəl A3 bölünsün ki, isbat elə oradan gəlir. Maraqlıdır necə gəlir? Gəl bir dənə yüngül bir şey deyib danışım sənə. Bax bura, bax. D nəyə bərabərdir? D nəyə bərabərdir? A2 çıxılsın A1-ə. D həm də nəyə bərabərdir? A3 çıxılsın A2. Mənfi 2 bu tərəf keçdi, 2A2. Mənfi 1 də bu tərəf keçdi, A1 üstəgəl A3. Buradan da A2-ni tap. Gözəlliyi gördün sən Allah. Mən abituriyent olan vaxt müəllim bizə belə bir şeylər göstərirdi. Mənə həqiqətən xüsusi ləzzət eləyirdi. Çünki belə olanda adam dərk eləyir. Robot kimi əzbərlənmir. Və bizim vaxtımızda bizə cəmi 3 dənə düstur öyrətmişdi müəllim. Bilmirəm demişəm sizə yoxsa. Hə, keçən. 3 dənə düsturun hesabına biz silsilənin bütün sualların öhdəsindən gəlirdi. Biri AN idi, biri D idi, D bərabər A2 çıxa 1. Bir də hansı? O qaz düsturu. Yerdə qalan hamısı onsuz da bunların nəticəsidir. Sadəcə olaraq bu qədər düstur deməkdə məqsəd nədir? Sizin işiniz rahat olsun. Nə deyirlər ona? Dəymə düşərsiniz siz. Biz sizdə dəymə düşər nədir? Nədir? Hə, çox əzizləmişik. Bu qədər düstur, bu qədər şey. Buyurun, sual verin. 27. Ayşahlar 27'ye baxın. Var mı 27'ye qədər? Neçə? 26. 26'da da yenə tərcümə problemi var Ayşahlar.
Aydan xanım kömək edin bizə. Nə yazıb? Bir, ilk 3 həddinin cəmi. Nə başa düşdük? Bayaqlar danışdım ki, nə danışdım? Sən Allah Nəzrin xanım. Vallahi ciddi almırsınız da. Bəli, 5-ə qədər olanları neyniyək? Tək-tək yazaq. Əziyyətli bir şey deyil. B1 üstə gəl, B2 üstə gəlsin, B3. İlk 3 həddinin cəmi 4-cü, 5-ci və 6-cı hədlərinin cəmindən 64 dəfə böyükdür. 64 vurulsun. B4 üstə gəl, B5 üstə gəlsin, B6. İndi uşaqlar, bir dənə qulaq asın mənə. Mənlə razısınızmı? Bu mötərizənin içindəkilər bunlardan Q-nün kubu dəfə böyükdür. Bax, bundan da Q kubu, bundan da Q kubu, bundan da Q kubunu çıxardıram mötərizə xaricinə. 1 bərabərdir. 64 Q kubu 1 deməyək. Mən hələ şeylə bir söz yazdım. Mən istədiyimi ixtisar eləyim, amma göstərsək daha yaxşıdır. B1 üstə gəl, B2 üstə gəl, B3 bərabərdir 64 Q kubu. Mötərizənin içində nə qaldı? B1, B2, bir də B3. Getdilərmi bunlar? 1 bərabər oldu 64 Q-nün kubuna. Kök alsam 1 bərabərdir 4 Q. Q də nəyə bərabər oldu? 4-də 1. Aydındır. İndi baxaq 27-yə. Sonsuz həndər silsilənin cəmi 6, onun hədlərinin kvadratları cəmi isə 12-dir. Silsilənin vuruğunu tapın. Nə iş görüb? Sonsuz üçün nə yazaq aşağılar? O cəmdir sorulur. B1 bölünsün 1 çıx Q. Yazıram. S bərabərdir. B1 bölünsün 1 çıx Q. O da bərabərdir nəyə? 6-ya. Onun hədlərinin kvadratları cəmi isə, yəni B1-in kvadratı üstə gəl, B2-nin kvadratı üstə gəl, B3-ün kvadratı üstə gəl və s. Bu nəyə bərabərdir? 12-ya. Uşaqlar, sonsuz həndər silsilənin hədlərini kvadrata yüksəltsəz də, yenə də sonsuz həndər silsilə yaranır. Amma bu dəfə Q-sü Q kvadratı olur. Çatdı nə demək istəyirəm? Q-sü Q kvadratı olur. Bax, məsəl üçün, B1, B2, B3, B4 və s. Q nəyə bərabərdir? Elə Q-nun özünə. Razısınızmı? İndi hər bir həddini kvadrata yüksəldin. Hər bir həddini kvadrata yüksəldin. B1-in kvadratı, B2-nin kvadratı, B3-ün kvadratı, B4-ün kvadratı. Gəlin görək yenə də bu həndər silsilədirmi? B2-ni B1-ə böləndə mənə nə verir? Q-nü. B2-nin kvadratını B1-in kvadratına böləndə Q-nün kvadratı. Q-nün kvadratı. B3-ü B2-yə böləndə Q-nü verirsə, B3-ün kvadratını B2-nin kvadratına böləndə Q-nün kvadratını. Demək ki, bu da nədir? Sonsuz həndər silsilədir. Sadəcə B1-i B1 kvadratıdır. Q-sü də nədir? Q kvadratıdır. Onda bunlar üçün necə yazım? Bunlar üçün nə yazım? B1-in kvadratı bölünsün. 1 çıx Q-nün kvadratı bərabərdir nəyə? 12-yə. Bundan sonra da Q lazımdırsa təminlər sistemi qur, həll edər. Aydındır? Bax, buradan B1 nəyə bərabərdir? 6 vurulsun 1 çıx Q deyilmi? Gətir burada B1-i yerinə qoy. Əvəz etmək olur. 36 vurulsun 1 çıx Q-nün kvadratı bölək. 1 çıx Q kvadratı bərabərdir 12. Məncə davamı gələcək. Yaxşı. Sonra davam eləyək. Verin suallarınızdan. Heç funksiya qrafikləri keçənməyəcəm. Sizin biabır olasınız. Bəli, birinci bölümdə tam baxdım. 69 dənə sual idi. Axıra qədər soruşdular. 31. Bu sualı sizə ədədi silsilələrdə də izah elədim. 89 nömrəli sual idi, ikinci bölmədə. Önəmsiz olan hərfin yerinə 1 qoyun demişdim.
Xatırlayırsınızmı? 89 ya da 90 idi. Nədir? Hə, M önəmsizdir. M'in önəmsiz olduğunu hardan bildim, hardan hiss elədim? Çünki məndən nə istəyir? Ayını. Məni maraqlandıran N'dirsə, M'dən camı qurtarmalıyam. Qurtarmağın yolu da nə idi? M'in yerinə 1 qoyun demişdim. 1 qoysam, S1 bölünsün Sn bərabər oldu 1 bölünsün N kvadratına. Uşaqlar, S1 elə A1 demək deyilmi? A1'miz nəyə bərabərdir? Şərtdə verim. 4'ə. İndi çarpaz vursam, Sn bərabər olacaq 4n kvadratına. Sn'in də A1 və A ilə olan açılışını deyin mənə. Niyə A1 A-nə görə açılış istəyirəm sizdən? Çünki əlimizdə A1 var və A-də soruşulur. A1 üstə gələk A-n. Böl 2 vurulsun n bərabər 4n kvadratı. N-lə bu kvadratın biri gedər. 2'ni vurdum 4-nə. A1'in də yerinə 4 qoyur. 4 üstə gələk AN bərabərdir 8-in. AN nəyə bərabər oldu? 8-in çıxılsındır. Çatırmı aşağılar? Problem olacaq? Növbəti. Sual verin, görüm, sual verin. 33. Kənardan o qədər çətin sual oxşuyur ki, adam baxanda deyir ki, aman Allah. Amma rahat sualdır. Deyir ki, ədədi silsilədə A14, A5 və silsilə fərqi 8 olarsa, neçənci həddən başlayaraq bu silsilənin hədləri N 6M ədədindən böyük olur. Nə iş görək uşaqlar? Nə iş görək? A4'ü A5'ə görə açmağı bacarırıq yoxsa yox? Diqqətiniz məndə olsun. A14'ü A5'ə görə aç. A5 üstə gəlinsin 9D bərabər idi A14'ə. A5'in yerinə N'im üstə gəlinsin 9D yəni 72 bərabərdir MN. İndi açılışlar yazıb MN çıxılsın NN fərqini 70 eləyək. Bunun açılışlarındır. Burada 10M, burada da M var. Çıx M var. 9M. Çıxılsın 9M 72'dir. M çıxın 8'dir. İndi uşaqlar, N və M-in üstündən xətt çəkiləndə bu nə olurdu həmişə? Rəqəm. Ədəd yox, rəqəm. Rəqəmdirsə, indi sual yaranır. Hansı iki rəqəmin fərqi 8'dir? Ancaq 9 ilə 1. Başqa ədəd düşünə bilmərik. 10 ilə 2 mümkün deyil. 8, 0. 0 ilə başqa ədəd yoxdur, da olmaz. Demək ki, M ilə N'ni tapdım. Bismillah, 9'dur. Biri 9'dur, biri də 1'dir. Yerinə qoysaq, yenidən. A14 nəyə bərabər oldu? Hansı ədəd oldu A14? 91. A5 19. D'miz nədir? 8. İndi deyir ki, neçənci həddən başlayaraq bu silsilənin həddi, məsəl üçün AK, daha NM yazmadım ki, qarışmasın. AK nədən böyükdür? N6M, yəni 169'dan. İndi uşaqlar, mən bu AK-nı istəsəm A14'ə görə, istəsəm A5'ə görə aça bilərəm. Necə açım? A14'ə görə açsam. A14 üstə gəlinsin. Kaç 14 vur D. Böyükdür 169. A14'ün yerinə 91 yazıram. D'nin yerinə də 8 yazdığım halda 8 kaç qalx 112 böyükdür 169. 8K böyükdür. Neçə eləyir hesablayın görün. 21 mi eləyir o? 21'i bu tərəfə keçirdim. 190. Yoxsa 190. K da böyükdür. 190'ı bölün 8'ə. 20.
20, 23. 23 tam nə qədərsə. Demək ki, neçə nömrəli həddən başlayaraq? 24. Yaxşı sualdır. Qorxunç görünür, amma qorxunç. Elə? Xeyr. 9 neymişsiniz? 9'da silsilə yoxdur. Dokuzda silsilə istəyənləri imtahandan sonra saxlayıb izah eləyirəm. O da heç kim yadında qalmır. Amma orta məktəbdə keçirləri, yanıb tökülürəm. Orta məktəbdə də keçir, gəlir hazırda da izah eləyirəm. Yenə yoxdur. Yaxşı ki, düşmür. Deyin gəlsin görüm, sual verin. 55'e qədər suallar. 37. Deyir, birdən başlayaraq ən az neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 120-dən böyük olsun. Necə bir tənlik quraq? Bu çox rahat sualdır. Birdən başlayaraq dediyinə görə 1-dir, 2-dir, 3-dür və s. İndi neçə dənəsini götürmək lazımdır ki, cəm neynəsin? 120-dən böyük olsun. İndi əlimizdə A1 ilə D var. Fikir verirsinizmi? A1 də 1'dir. Onda SN-i A1D'yə görə açın. 2A1, 2 vur 1, üstə gəl N çıx 1, vur 1, böl 2 vur N, böyükdür 120. Davamlı gətir. Bərabər seçim həll edir. Aydındır. D-ni yerinə 1 qoydum da. Burada da 2A1'dir. A1'in də yerinə 1 qoydum. Yaxşısa mı dostum? Hiss elədim. Deyin gəlsin görüm. Sual ver. 55. Gedim 55'e. Yavır olasınız. 55'e qədər dəqiq sualınız yoxdur. Belinay xanım necəsiz? Su içirdiniz, nuş olsun. Yazıb eləmişsiniz nəsə? Funksiyanı bəli. Aha. Bu yadına düşmədi. Bəli. Nəyi boş yerə yazmışsan? Baxmadıq, bu demək ki, baxmayacaq. Gələndə isə baxacaq. Yox, verirəm. Bugün 80 neçə dənədirsə də deyəsən. Bir də yanında Yaqub. Baxın görüm aşağılar, baxın. Cüt sayda. Cüt ədədlərinin ümumi formulu nə idi? 2. Deyir, cüt sayda həddi olan sonlu ədədi silsilənin A1, A2, A3, A4, A5 və s. cüt saydadır deyə gedib nədə dayanmalıdır? A2'də və sonludur deyə bu dayanmalıdır. Cəmi, indi bu silsiləmiz budur. Deyir, cüt nömrəli hədlərinin cəmi. Yaşayın bu cümləni. A2 üstə gəl, A4 üstə gəl, A6 üstə gəl və s. A2N. Bunlarda Mədinə xanım S-cüt, S-tək söhbəti yoxdur. O həndə silsilədədir. Yaxşı mı? Tək nömrəli hədlərin cəmindən, yəni nədən? A1 üstə gəl, A3, tək yazıram axı, A5 və s. A2 çıx 1-dən 195% böyükdür, üstə gəlsin 195. Bax, məsəl üçün, bu sualın özü buraxılış sualıdır. Görün, buraxılışa necə silsilə düşür. Buraxılışın sualıdır. İşləyəndə görəcəksiniz. İşləyən var mı? Bu xəzinəni işləmişsiniz mi aşağılar? Bu sual xəzinədə var. İnşallah. İndi silsilə fərqi 13 olarsa, hədlərinin sayını tapın. Burada sizə maraqlı bir şey deyəcəm. Uşaqlar, bu A2, bu A1'ə görə açıla bilər. A1 üstə gəldi. Bax, bu A2'nin yerinə yazdım. A1 üstə gəldi.
Eyni məntiqlə bu A4 ikinci A3-ə görə açılsın. A3 üstə gəlinsin, de. 6-nı A5 üstə gəlinsin, de. Və s. A2N-i də A2N çıx 1 üstə gəl D şəklində açmaq olar. Uşaqlar, sizcə məqsədim nə idi ki, belə açmaqda? Yox, N qədər. Fikir ver. 2-dən 2-nə qədər. 2-dən 2-nə qədər. Neçədən hədd var? Yox, bir dənə qulaq as. A2, A4, A6. A2, A4, A6-dırsa neçədən hədd var? 3 dənə. Çünki bu 6-nın yarısı qədər. Çatdı? İndi demək ki, burada neçə dənə N var deyəcəyik? N dənə. Fikir verin. Hər iki tərəfdən bu A1-lər islah olunarmı? A3-lər, A5-lər, A2-N-1-lər bunlar da islah olunacaq. Nəticədə neçə dənə D qaldı? N dənə 2-nin yarısı qədər. N dənə D qaldı. D-miz də neçədir? 13. Bərabərdir 195. N tapıldı 15. Demək ki, bu silsilənin 15 həddi yox imiş, 30 həddi var imiş. Niyə? Çünki bu son həddi mən nə qəbul eləmişəm aşağılar? A2-N. Yəni 15 tapıb sevinsən, sənin yarı balını kəsəcəklər. Özdə ətraflı yazıya düşmüşdür. Özdə cüt sayda həndə silsilə deyir. N-i yerinə gətir 15 qoy. Cavabımız oldu nə? Bil yadımda deyil. Testlər sayı çoxaldığına görə istər-istəməz yadımdan sonra. 2020-dən sonra setlər belə oldu. 2020-də 15-16 dənə şey keçirdilər, buraxılış imtahanı. Böyük ehtimal 2020-dir. O pandemiya ərəfəsində. 15-16 dənə buraxılış imtahanı var. Yox, orada belə idi. 3 ay yay boyu buraxılış imtahanı keçirildi. Ondan keçirdiklər. Ancaq ondan. Bəli, hamısında ayrı-ayrı suallar. Bu şey məsələsi var idi. Hə? Əslində, hə, sonrakılar biraz çətin gəldi. Axırlar. Yaydan buraxılış olubsa bu. Blokda sentyabrın əvvəlinə təsadüf elədi. Həqiqətən elə idi. Deyin gəlsin görün. Damcı məsələsinə baxaq mı? Əslində o damcı məsələsi çox rahat idi. Amma bu səhər 11 qrupu elə bir problem yaratdı ki burada. Ay müəllim, gör nə çətin sual gətirmişik sizə. Bəli, 2023 buraxılış sualıdır. Bu il 12-13 dənə sual var idi. Ən azı. Ən azı 10. Hə, bu il ən çox idi. Blokda deləydi, buraxılışda deləydi. Deyir, su damlasının suya düşməsi nəticəsində radiusu eyni ədəd qədər artan konsentrik çevrələr əmələ gəlir. Radius eyni ədəd qədər artırsa, demək ki, bu radiusların hamısını ardıcıl yazsaq, nə edəcək? Ədədi silsilə əmələ gətirəcək. Bunu belə başa düşək. Bu olsun birinci, bu olsun ikinci, bu olsun üçüncü, dördüncü, beşinci və s. Belə gedir. Və ardıcılıqda belə olar da uşaqlar. Radiuslar silsilə əmələ gətirir axı. R1, R2, R3, R4, R5 və s. İndi davamına qulaq asın. Üçüncü və beşinci çevrələrin uzunluqları cəmi. Bəli, üçüncü çevrənin radiusu R3-dür deyə, onda uzunluğu olacaq 2pi R3. Üstə gəl, beşinci 2pi R5 bərabərdir nəyə? 36 piyə. Sonra bir dənə də məlumat var. İkinci və 7-ci çevrələrin uzunluqları cəmi 40 pidir. İkinci çevrənin uzunluğu 2pi R2 üstə gəlinsin 2pi R7 bərabərdir 40 pi.
2 piyə bölək aşağılar. Hər birini. R3 üstə gəlinsin R5 bərabər olacaq 18-ə. R2 üstə gəlinsin R7 bərabər olacaq 20-yə. Uşaqlar, yuxarısını da aşağısını da A1D-yə görə açıb, əslində A1D deməyək, R1D deməliyəm. Bunda da R1, bunda da R1 var. 2R1 üstə gəl, bunda 2D, bunda 4D var. 6D bərabərdir 18. Bunda 2R1, daha doğrusu R1 üstə gəldi, burada da R1 üstə gəldi. 2 dənə R1 üstə gəlsin, 7 dənə aşağıdan yuxarını çıxaram. Aşağıdan yuxarı. Müsbət qalsın da. Məntiqli danışmadım. Aşağıdan yuxarını çıxsaq. D bərabərdir 2. Bu 2-ni də gətirib ya birincə ya ikincə yerinə qoyub. R1-i də tapa bilərik. R1 də tapıldı 3. Nə soruşur ki? Birinci çevrənin uzunluğunu onu soruşur məndən. Birinci çevrədə olacaq 6. C bərabərdir 2pi R1. Bu da oldu 6pi. Aşağılar tam başa düşdünüz mü? Aydındır. Tamam. Sonra 57'ye də baxaq mı? Gəlin ona da baxaq. Qulaq asın uşaqlar. Bir stəkan su ilə doludur. Birinci stəkandan söhbət gedir. Hər addımda stəkandakı suyun yarısı boşaldılır. Demək ki, Q'miz nəyə bərabər olacaq? 2-də 1-ə. Birinci addımda, bax, bu elə ki, ümumilikdə x idisə, birincisi x idisə, birinci addımda nə oldu? İkinci addımda x böl 4. Üçüncü addımda x böl 8 və s. və s. Neçənci addım deyir? 14-cü addımda hər dəfəsində fikir ver, məxrəcə bax. Birinci addımda 2 üstü 1. İkincidə 2 üstü 2. Üçüncü addımdır. Bax, bura üçüncü addımdır. Bunun məntiqini tutmamız daha yaxşıdır. X bölünsün 2 üstü 3 və s. 14-cü addım 2 üstü 14 olacaq. Bir də 8-ci addım x bölünsün 2 üstü 8. İndi nə deyir bizə? 14-cü addımda stəkanda qalan suyun miqdarı 8-ci addımda qalan suyun miqdarından neçə dəfə az olar? Bir ədədin digər ədəddən neçə dəfə az olduğunu tapmaq üçün nə iş görürük? Böyüyünü kiçiyinə bölürük. İndi səncə bunlardan, bax bu ikisindən böyük olan hansıdır? Birincisi. Bunu buna böl. X böl 2 üstü 8 bölünsün. X böl 2 üstü 14. 2 üstü 6 qalır. Nəticə 60'dır. Başa düşdük? Tamam.